komandaların heyətləri ilə tanış ola bilərik. Ənənəmizə sadiq qalaraq meydan sahiblərindən başlayacağıq. Məqsəd Yaqub Əliyev bu 11-liyə güvənəcək. Bundan savayı 7 gol vuran daha 3 futbolçu var. İlham Allahverdiyev, Nahid Əliyev və Emin Zamanov. Maç nəhayət ki başladı. Hakim işarəni verdi. Birbaşa qapıya da ola bilər zərbə. Vüsal Əsgərov top qapının üstündən keçdi. Elçin Mustafayev bir toxunuşla cərimə meydançasına hücumun növbəti dalğası. İmkan vermədilər Afonso Almeida. Uzaqdan zərbə! Fuad Bayramovun zərbəsi alınmadı. Becid hərəkətləri ilə rəqibdən yayınır. Kalunga! Rəşad Əzizli yerində. Bu saniyələrdə, bu dəqiqələrdə Seymur Məmmədov. Kenneth Kalunga. Kalunga! Afonso'nun zərbəsi. Orxan və gol! Hesab açılır, Seba önündədir. Golun müəllifi Qurban Səfərov. Qurban Səfərov qola sevinmir. Qola sevinmədi Orxan Sadıqlı'nın. Kenneth Kalunga, Bahadur Əziyev. Bahadurun zərbəsi Rəşad yerindədir. Fəxri, Kamran Quliyevin önünə atdı topu. Kamran artıq cərimə meydançasındadır. Kamran yerdədir, qərar, davam! Davam işarəsi. Oyuna yenicə qoşulan müdafiəçi ötürmə cərimə meydançasına zərbə! Gözləyir uzaqdan zərbə! Diqqətlər hakimdədir. Növbəti hücum. Başla zərbə! Bu sonuncu zərbə idi. Və beləcə maç bitdi. Səbail qalib gəlir. Təbrik edirik Səbail komandasını və azarkeşlərini. Qurban Səfərovun o 45-ci dəqiqədə vurduğu gol bu maçın müqəddiratını həll etdi.